Bugün sizlərə hər birinizin ponçik kimi tanıdığı o şirniyyatın sirrini açacağım. Əsl kökləri Almaniyadan gələn bu şirniyyatın adı Kramfendir. İçərisinə cem, şokolad və müxtəlif kremlər qoyulmaqla hazırlanır. Ancaq bir məsələ var ki, üstü tez qızarar, içi çiğ qalar deyə çoxlarının bişirməyə cürət etmədiyi bir şirniyyat. Sizə bugün ən mükəmməl və rahat resepti verəcəm və bundan sonra ponçik hazırlamaq o qədər çətin olmayacaq. Südlə hazırlanan bu xəmirin əsl sirri xəmirin yaxşıca yoğrulması, yaxşı mayalandırılması və gündələrinin yumrulanana kimi mayada saxlanılmasıdır. Mayalanmış gündələr yaxşı isidilmiş yağda qızardılır və biraz soyuduqdan sonra içərisinə krem vurulur. Mən pastaçı kremindən istifadə etdim. Siz isə istədiyiniz kremi vura bilərsiniz. Bəs sizcə kramfenə hansı krem yaraşar? Rəylərdə yazmağı unutmayın.